Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. El-Kavaidul Mutefi Sıfatillahi Teala ve Esma'il Husna kitabındaki derslerimiz El-Kavaidu fi Sıfatillahi Teala. Qaydalar bundan ibarətdir ki, Allah Subhanahu ve Taala'nın sifətlərində olan qaydalar. İnşallah bugün sifətlər barəsində olan axırıncı qaydalardır. El-Qaidetus Sadisə. 6-cı qaydada qalmışdıq. 6-cı qayda bizə nə öyrədəcək? Baxaq. Yelzemu fi isbati sifati təxələ an mahzurayn azimayn. Allah Subhanahu ve Taala'nın sifətlərini isbat edərkən iki böyük qadağadan uzaq olmaq lazım. İki böyük qadağadan uzaq olmaq lazım. O da bizim bənzətmə, təmsil və keyfiyyət verməkdən. Əgər biz Allah Taala müəyyən bir sifət isbat ediriksə, ləbud, qaçınılmazdır ki, biz orada o sifətləri isbətlə yanaşı onu bənzətmədən, təmsildən və keyfiyyətdən uzaq olmalıyıq. Təmsil misal çəkmək. Bu buna bənzəyir. Keyfiyyət isə onun necəliyi, keyfiyyəti, forması, şəkli bu cürdür. Bu Allah Taala'ya da isbat etdiyimiz sifətlərdən uzaq etməliyik bu iki qaydanı. Sonra gəlir bu iki qaydanı, yəni bu iki əsas məhzunu açıqlayır və əmmət təmsil, bənzətmə gəldikdə isə fəhuva i'tiqadul musbitu ennəmə əsbətə min sifatillahi Teala mumalisin li sifatil məxluqin. Aydındır. Bənzətmə dedikdə nə qəsd olunur? Deyək ki, bir kimsənin Allah Taala barəsində isbat etdiyi sifəti isbat etdiyi zaman onu məxluqatlardan hansısa birində eyni sifəti Allah Taala da həmçinin məxluqlarla isbat etməsidir. Bu qadağadır. Aydındır. Bir də təmsil etmək, bənzətmə odur ki, Allah Taala'nın bir sifətini isbat edən kimsə bununla yanaşı onu Allah Taala məxluqatlarda olan sifətlərə bənzədir, oxşadır. Bu qadağadır. Bu təmsil buna deyilir. Və hada i'tiqadun batunun bi dəlil səmi vəl aql. Həm ayələrlə, həm oxunan ayələr, həm də əqli tərəfdən bunlar şəriətimizə gətirilən qayda qanuna ziddir. Aydındır. Allah Taala isbat etdiyi sifətləri biz heç bir zaman onu nə keyfiyyət və ya ki onu biz bənzədə bilmərik. Hər hansı bir şey. Aydındır. Biz buna uzaq olmalıyıq. Və əmməs-səmi' buna dəlillər gəldikdə isə Allah Taala buyurur ki, "Leysə kəmislihi şey." Açıq aydın. Çox uzatmadan "Leysə kəmislihi şey." Allah Taala özünün onundur, heç tayı bənzəri yoxdur. Və həmçin "Fəmən yaxluqu kəmən la yaxluq əfələ təzəkkarun." Yaradanla yaratmayan eyni ola bilərmi? Sizlər düşünmürsünüzmü? Və başqa ayədə deyir ki, "Həl ta'ləmu lehu semiyyə." Heç sən ona bənzərini tanıyırsanmı, bilirsənmi? Başqa da "Vələm yekul lehu kufuvan əhad." Onun nə bir bənzəri taya bərabər yoxdur deyə Allah Taala özünə bənzəməyi əslindən inkar etdi. Biz Allah Taala bu da qayda bizə onu öyrətdi ki, bu qaydanın təmsili inkar etməyimiz, yəni Allah Taala'ya bənzər heç bir şey ola bilməz. Allah Taala bənzər heç bir şey ola bilməz. Və biz də Allah Taala'ya isbat etdiyimiz o sifətlərdə bizə bundan uzaq olmalıyıq. İsbat edirik və onu neysə bənzətmirik. Eşidə bilər ki, Allah Taala görür, Allah Taala əli var, Allah Taala nazil olur, Allah Taala yüksəlir və s. və s. Və biz bunu məxluqatlardakı eyni sifətlər, ləfz tərəfinin eyni olduğuna baxma, ləfzlər eyni olsa da belə, biz onu Allah Taala'da özünə yaraşır tərzdə isbat etməliyik və məxluqatı bənzətməməliyik. Oxuduğumuz ayələrdə buna dəlildir. Və əmməl aql fəmin vucuh. Əqli tərəfdən gəldikdə isə bunun batil olmasına, birinci, ənəhu qad alimə bid-darurati ənə beynəl xaliq vəl məxluqu təbəyyinun fiz-zat. Zəruri elm bizi onu öyrədir ki, həqiqətən yaradanla yaradılanın zatı arasında olduqca geniş bir fərq vardır. Aydındır. Fəhədə yəlzəmə ən yəkuna beynəhu və təbəyyinun fiz-sifat.
və bu zatında fərqlər olmasıyla və biz də onların sifətlərində də biz fərqi hiss eləməliyik. Liyənə sifəti kullu mevsufun təliq bihi. Və hər bir məxluqun və hər bir şeyin özünə xas, özünə yaraşır, özünün formasında sifəti vardır. Kəmə huvəllahü min sifatil məxluqin mutabayyinun fi zəvat. Və bizim də gördüyümüz hər hansı bir zatlarda, yəni özlərinə xas, məsələn insandır, heyvan cinsidir. Bir dənə heyvan cinsi yoxdur ki, məsələn başqa heyvan cinsi. Hərəsinin özünə xas, özünün ətrafında, özünə aid olan sifətləri var. Aydındır. Nasıl ki insan da məxluqdur, heyvan da məxluqdur. Biz özümüzün üzümüzü hər hansı bir heyvan özünə bənzədirikmi? Əgər sən nə deyirsən deməzsən biz. Nə olmur ki biz Allah Taala'nın o sifətlərini hansı bir məxluqa bənzədə bilmərik də? Aydındır. Sən özünü hansı bir heyvana bənzədilməsindən özünü xoşlamadığın kimi, sən də tanımadığın, belə görmədiyin Allah Subhanahu wa Taala'nın və özünə yaraşır vəsiflərdə olan Rəbbini başqa heç bir şeyə bənzədə bilməzsən. Aydındır. Fəquvvetul ba'ir məsələn qeyr quvveti zərrə. Deyək ki, böyük bir cismin, isə heyvan olsun, onun qüvvəsi ilə balaca bir cismin və heyvan olsun da böyüklə kiçikin qüvvəti eyni ola bilməz. Lakin baxsan ikisinin də özünə xas o formada qüvvəti var, aydındır. Hətta insanlar arasında mənim bacardığımı sən bacarmazsan, sənin bacardığını o bacarmaz, onların bacardığı mən bacarmaram da. Aydındır. Hər bir məxluqun özünə xas sifəti var. فإذا ظهر التباين بين المخلوقين مع اشتراكهما في الأماكن والحدود فظهور التباين بينه وبين الخلق أجل وأقوى. Aydındır. Deyir ki, bununla biz məxluqlar arasındakı sifətlərin oxşarlığını və eynilikdə olduğunu ləfsi mənada da qüvvə, məsəl üçün deyək ki, əl və s. hər hansı bir sifətlər həm məkan, həm hadisə baxımından bir-birinə iştirak olur və bunların arasında fərq olduğu halda gör Allahla məxluqlar arasında necə fərq olar? Aydındır. Bu birinci tərəf. İkincisi, ən yuqal deyilər ki, keyfə yəkunu Rabbu xaluq kamil min cəmi'il vücuh müşabihen fi sifatil məxluqinəl mərbubun naqisil muftaqini ilə mən yükmilu. Deyir ki, necə ola bilər ki, o Rəbb, yaradan, hər bir tərəfdən Allah Teala kamilliyi özünə vəsf edən bir Rəbb, özünü tərbiyə edən, naqis olan, özünü kamilləşdirəcək, özünü çətinlikdən çıxartacaq bir məxluqa bənzəyə bilər Allah Subhanahu Taala. Bu ağlı cəhətdən mümkünsüzdür. Və həl i'tiqad zəlika illə tənaqqutul haqqi lil xaliq. Və bunu da etiqad edən bilməlidir ki, bunun məqsədi nədir? Allah Subhanahu Taala'nın dəyərini aşağı salmaqdır. Aydındır. Fəinə təşbihəl kamil bin naqiz yec'aluhu naqisan. Beləliklə, kamil olanı naqis bir kimsəyə bənzətmək, kamil olan bir kimsəni, kamil olan bir şey, naqis olan bir şeyə bənzətmək, o kamilin dəyərini aşağı salmaqdır. Deyə biləcəksiniz ki, bizlər əlbəttə ki, biz Allahdan heç nəyə bənzətmirik. Lakin orada firqələr var ki, onlar Allah Subhanahu Taala'nın ad və sifətlərində bu etiqaddadırlar. Allah Teala özündə hansı sifətlər, istə feili olsun, istə zati sifətlər olsun. Aydın, nə isbat edirsə, onu məxluqatlarda olan sifətlərə bənzədirlər. Və biz də bunlara düşməməkdən ötəri və qaydanın da başına dediyimiz kimi, Allah Teala'da isbat etdiyimiz hər bir sifətdə bu iki şeydən uzaq olmalıyıq. Birinci, bənzətmək, təmsil. Yəni, mövzumuz elə ondan gedir. Aydındır. Və üçüncü tərəf odur ki, ənnənə nüşəhidu fil məxluqati mə yettəfiq fil əsmə və yəxtəlifu fil həqiqəti vəl keyfiyyə. Biz də edirik, baxırıq, görürük da, düzdür. Müşahidə edirik. Heyvanlarda müəyyən bir sifətlər ad baxımından, ləfs baxımından üst-üstə düşür, amma həqiqət və keyfiyyət baxımından bir-birindən yerlə göy arası qədər fərq vardır. Fənüşəhədu ennəl insani yedən leysə kəyedil fil. İnsanda da əl var. Düzdür? Fildə də əl var. Heç də insanın əli filin əlinə bənzəyirmi? Fələ. Və ləhu quvvətun və ləzikə quvvətul cəməl. İnsanda da güc var və ya da fildə də güc var. İnsanda olan güclə dəvədə olan güc eyni ola bilərmi? Ola bilərmi? Bəli. Ma'al ittifaqı fil isim fəhəzihi yeduhu və həzihi yeduhu. Nə olsun ki, adlar üstə düşür.
adların olsun ki üst-üstə düşür. Əl. Aydın, bunlar misal çəkməkdə bizə bildiyinizdə neyin bizə çatdırmaq istəyir? Ləfzlərin üst-üstə düşməsi heç də sonda onların eyni olmasını və bənzər olmasını gətirib çıxartmır. Aydındır. Yəni sən insan olaraqdan səni bir heyvana bənzədilməsini istəyərsən, istəməzsən. Amma bəzən insan aramızda xoşumuza gələn bəzi heyvanlar bənzədilməzi xoşlayırıq. Məsələn, deyirlər ki, buna bax, məsələn, at kimi qaçır, məsələn ki, aslan kimi güclüdür. Aydındır. Amma əslində aslan o qədər güclü deyil. Güclü olan başqa-başqa heyvanlardır. Məsələn, uzun qulaq ondan daha güclüdür və onun mənfəəti bizə daha çoxdur. Aydındır. Hətta uzun qulaq bizi zərər vermir, bizi dişləmir, bizi qorxuzmur. Amma ki, aslan bizi qorxuzur. İnsan burada baxsan ki, Allah Taala'nın verdiyi nemətə qarşı bizdə naqislik var. Ki onu aşağılayırıq, onu ucaldırıq. Aydın, bizə o qayda verir ki, yəni kimsə nə qədər çox qorxuzursa, onu sən dəyərləndirirsən. Aydındır. Çünki biz aslandan daha çox qorxuruq. Ona görə də onu bütün misallarda önə gətiririk. Aydındır. وهذه قوة وهذه قوة وبينهما تباين في الكيفية والوصف فعلم بذلك أن الاتفاق في الاسم لا يلزم الاتفاق في الحقيقة. Bununla da bir şeyin adıyla filan şeyin adının üstə gəlməsi heç də onların keyfiyyət və həqiqət baxımından bir-birinin eyni olması zərurəti yaratmır. Aydındır. Beləliklə biz Allah Taala isbat etdiyimdə hər hansı bir zatı, feili, sifətlər heç də onun bizdə olan adlarla üstə düşməsinin eyni olması, misal çəkilməklə və keyfiyyət verməklə olması anlamına gəlmir. Onun özünə xas və bizim özümüzə xas. Çünki sən məni insanda olan bir sifəti bənzədə bilərsən, məndə olan sifəti. Çünki sən görmüsən, müşahidə etmisən. Aydındır. Bizdə məsəl üçün deyək ki, filan yer, bu adi bir misallardır, bizim aramızda olan məxluqlar arasında. Görmədiyin yeri kimsə vəsf edir. Səndə uzağı biraz təxəyyül yarana bilər, düşüncə yarana bilər. Amma ki, həqiqətini görmədən deyə bilməzsən. Adi, həmçinin Allah Subhanahu wa Taala barəsində. Biz onu bilmirik. Və bununla yanaşı Allah Taala özünə isbat etdiyi bu adlarla, bu sifətə yanaşı deyir ki, onun tayı bənzəri, bərabəri yoxdur. Aydındır. Sonra başqa bir dərs. Ət-təşbih və təmsil. Sonra bizdə həm təşbih var və həm də bizdə təmsil var. Bunlardır ki, bir-birinə yaxın sözlərdir. Və bənzətmə və təmsil. Yəni bir-birinə yaxın mənalardır. Və qad yufarriqu beynəhum bi ennə təmsilə ət-təsvit fi kulli sifatin və təşbih təsvit fi əksər sifat. Əslindədir ki, təşbih təmsildir. Bənzətmə təmsil kimidir və yaxud da ki, alimlər onun arasında bir fərq qoyurlar. Deyirlər ki, təmsil odur ki, bənzətmə odur ki, o bütün sifətlərdə bənzətmədir. Bu təmsil etmək, yəni bunda olan sifətləri başqasının sifətlərə bütünlüklə bənzətmək. Amma ki, təşbihə gəldikdə isə, təmsilə gəldikdə isə, onu desən ki, əksər sifətlər bunu bənzəyir. Hamısı yox, əksər sifətlər bənzəyir. Aydın. Lakin at-ta'biri yenfil men temsil ila qawlihi limuvafaqatil Qur'an. Bununla Allah Subhanahu Taala'nın leysə kəmislihi şey, onun tayı bərabəri yoxdur ayəsi onun barəsində həm bənzətməyi və həm də təmsili inkar edir. Olmaz. Bu qaydanın ikinci tərəfi, bizə birinci təmsildən bəhs etdiyini ki, keyfiyyət. Və əmməl keyfiyyə, keyfiyyət vermək. Misal çəkməyi bildiniz. Bu belədir. Keyfiyyət isə bunun kimidir. Aydındır. فهو أن يعتقد المثبت أن كيفية صفات الله تعالى كذا وكذا. O da Allah Subhanahu wa Taala da etiqad etdiyi o sifətləri belə deyərəkdən vəsf etməsidir. Buna keyfiyyət deyirlər. Keyfiyyət versən bizə. Böyükdür, kiçikdir, uzundur, ağırdır, yüngüldür və s. Buna keyfiyyət deyirlər. Aydındır. Min qeyri ən yuqayyidəhə bimisalin. Keyfiyyətdədir ki, onu bir misaldan aslı etmədən onu keyfiyyət verirsən. Aydındır. Və hədə etiqadun ba'dun bidəlil İslam və aql. Və bu da deyir, həm eşitdiyimiz və həm də ki, ağlı tərəfdən bu etiqad batil etiqad sayılır. Və əmməs səmə.
eşitdiyimiz dəlillərə gəldikdə isə fəminhu qavluhu təala və la yuhituna bihi ilmə deməsilə ki, Allah subhanahu wa taala ona verilən keyfiyyətləri nəhy etdi, qadağan etdi. Deyir ki, Allah Teala onlar deyir, onun elmini onlar, yəni bizlər onların, yəni bizlərin elmi Allah subhanahu wa taalanı ehtiva edə bilməz. Əhatə edə bilmərik biz Allah Teala. Aydındır. Hətta onun barəsində bir keyfiyyət verək. Sonra başqa ayədə Allah Teala buyurur ki: "Və la taqfu ma laysa laka bihi ilm. İnne's-sem'a vel-basara vel-fuad kullu ulaika kana anhu mes'ula." Haqqında məlumatın olmadığın bir işin arxasınca getmə. Haqqında məlumatın olmadığın bir işin arxasınca getmə. Çünki qulaq, göz, ürək bunlar hamısı sahibidir, bunlar barəsində sorğu salınacaqdır. Biz Allah subhanahu wa taalanın sifətlərinin keyfiyyəti barəsində bizə məlumat yoxdur. Aydın necəliyi barəsində. Və bu da bizə haqqımızda məlumat olmadığımız bir şeyin arxasınca gedib ona keyfiyyət verməyimizi bu ayə bizə inkar edir. Ki belə şey etmək olmaz. Aydındır. Və minəl ma'lumu ennehu la ilmə lənə bi keyfiyyət sıfəti Rabbina. Məlumdur, hamıya məlumdur ki, ispat edən. Allah subhanahu wa taalanın özünə ispat etdiyi o sifətlərdə bizdə keyfiyyət baxımından dəlil yoxdur. Ki, biz deyək ki, Allah Taalada olan o sifətlər filan keyfiyyətdədir. Aydındır. Li'annehu Teala əxbərənə anhə və ləm yuxbirnə min keyfiyyətihə. Çünki Allah subhanahu wa taala onlar barəsində bizə xəbər verdi, amma onun keyfiyyəti barəsində bizə xəbər vermədi. Və bu xəbər bizə xəbər etdiyinə görə, bizə bildirdiyinə görə biz onu isbat edirik və keyfiyyət vermədiyinə görə biz keyfiyyətdən qaçırıq. Fəyəkunu keyfiyyət təkyifuna vifqan limə leysə ləhu bihi ilmin qafvan leysə ləhu bihi minəl ilm və qavlən mimmə lə yumkin bil ihada. Və bizim də barəsində, yəni keyfiyyəti barəsində elmimiz olmayan şeylərdə biz nə etməliyik? Və yaxud məlumatsız olmadığı bir şeylər barəsində arxasınca getməməliyik. Onlar barəsində dayanmalıyıq. Aydındır. Çünki onu biz Allah subhanahu wa taalanı əhatə edə bilmərik. Və Allah subhanahu wa taala həm özün sifətləri barəsində və yaxud da hansı qeyb elmləri barəsində nə bizə xəbər vermişdirsə, onlar bizə münasib olan şəkildə vermişdir. Yəni bizim qavrayacağımız şəkildə, aydın bizim idrakəmizə uyğun olaraqdan vermişdir. Və Allah subhanahu wa taalanın özünü heç bir şey əhatə edə bilməz və bunu da inşallah biz bu dünyada görə idrak edə bilmərik. Onu da inşallah Allah cənnətə girən kimsələr üçün onu nəsib edəcəkdir. Çünki artıq bu dünyadakı o naqis ağıl ortadan qalxır və ya ki o gözdə olan o naqis aradan qalxır. Cənnətdə isə kamillik verildiyinə görə Allah subhanahu wa ta'ala da orada o kamilliyi ilə görə biləcək. Və əmməl aql əqli dəllə gəldikdə fəliənnə şeyə la tu'rafu keyfiyyəti sıfət illə ba'dəl ilmi bi keyfiyyəti zəti. Deyir ki, ağıl da onu bildirir ki, bir şeyə keyfiyyət vermək onun sifətlərini gördükdən, bildikdən sonra olur. Aydın, görmədən, bilmədən bir şeysən keyfiyyət verə bilməzsən. Əvvəl ilmi binazirihil musavə ləhu və yaxud da ki, ona bənzər bir şey göstərilməliksə, hətta onun barəsində sən də ilm və yaxud təsəvvür yarasın ki, onun keyfiyyəti necədir? Əks halda ola bilməz. Əvvəl bil xəbər sadiqə anhu və yaxud da ki, onun həmənki keyfiyyəti barəsində sənə sadiq bir kimsənin, güvənilir bir kimsənin onun həqiqətini bizə bildirən bir xəbər gəlməlidir. Gəlibdir mi xəbər bizə? Gəlməyib. Yəni bizə Allah subhanahu wa ta'ala sifətinin keyfiyyətini büruzə edən, bildirən dəlillər gəlməyib. Amma isbatı olan dəlillər gəlib ki, filan sifətlər var. Aydındır. Bayaqdan deyirəm ki, yoxdur, deyir var. Aydındır. Və kullu hadihi turuq muntefidun fi keyfiyyət sifatillahi azza və cəllə. Fəvəcəbə butlanı təkyif. Və bunlar hamısı, bu yollar hamısı həm işdən ayələr, oxuduğumuz ayələr, həm də ki əqli dəlillər bizə onu bildirir ki, Allah subhanahu ta'alanın sifətləri barəsində təklifə varmaq bu qadağandır. Buna uzaq olmaraq.
Və aydan fa innana naqul ayyu keyfiyetin tuqaddiruha li sifatillahi taala. Yaxşıdır ki, elə isə uca Allahın sifətləri, xüsusiyyətlərini necə qiymətləndirə bilərik? Allah Taala'nın sifətlərinin və ya keyfiyyətini və ya da ki, onun necəliyini necə qiymətləndirə bilərik ki, Allahda olan sifətlər necədir? İnne ayyi keyfiyetin tuqaddiruha fi zihnik fallahu a'zamu və əclə min zalik. Yəni belə deyir ki, sən bu sual verir ki, yəni bir sual çıxır ki ortaya. Yaxşı, biz Allahda olan o sifətlərin xüsusiyyətlərini, onun necə qiymətləndirə bilərik də? Çünki bəzən insanın düşüncəsinə gəlir. Bəzən sən düşünürsən ki və eşitmirsən ki, Allah Subhanahu va Taala da bizdə olan sifətlərə uyğun gəlir də. Sən mütləqdir ki, insan olaraqdan ağlı işləyən bir kimsə kimi onu sən təsəvvür eləyirsən. Yəni bənzətmədən, keyfiyyət vermədən bəzən təsəvvür edirsən. Çünki deyirsən ki, filan şey var, necə böyük bir şeydir. Filan bir şey var, balaca bir şeydir də. Səndə o böyük şeyə qarşı böyük təsəvvür yaranır, kiçik şeyə qarşı kiçik təsəvvür yaranır da. Və sən də daim eşitmirsən ki, Allah Taala əzəmətlidir, böyükdür, onun da barəsində sifətlər yaranır, səndə təxəyyül, təsəvvür yaranır, başlayırsan böyük təsəvvürlər eləməyə. Deyir ki, sənin Allah Subhanahu va Taala barəsində düşündüyün bütün keyfiyyətli sifətlər, böyük kamil sifətlər, yəni kamillik verərəkdən təsəvvür etdiyin o sifətlər Allah Subhanahu Taala ondan daha ucadır. Sənin ağlına gələn bütün sifətlər Allah Taala ondan daha ucadır. Aydındır? Çünki sən Allah Taalanı, yəni bizlər Allah Taalanı əhatə edə bilmərik. Və ayyu keyfiyetin tuqaddiruha li sifatillahi Taala fa innaka satakunu kaziban fiha li'annahu la ilma zalik. Əlavə ikinci bir tərəfdən, sənin Allah Subhanahu va Taala barəsində təsəvvür etdiyin hər hansı bir sifət, əgər deyirsən ki, belədir, təxəyyül eləyirsən, təsəvvür etsən, bil ki, sən yalancısan. Çünki sən o sifətlər barəsində səndə elm yoxdur. Və səndə xəbəri olmayan bir şeyi təsəvvür edib, ortaya qoyub, ona keyfiyyət verməyin, onu canlandırmağın bir mənalı olaraqdan sənin yalancı olduğun mənasına gəlir. Başa düşdün? Aydın, kəzdə. Və hinədin yecibu el-keffu an tekifi təqdiran bil-cənan, əv təqriran bil-lisan, əv təhriran bil-bənan. Aydındır. Beləliklə bunlar Allah Subhanahu va Taala olan bu vəsiflərdə, bu sifətlər bizdə keyfiyyətdən əl çəkməliyik. Bu keyfiyyət həm istər ürəkdə olan düşüncədə olsun, istər ürəklə təsəvvür etmək və yaxud da ki, dillə gətirmək və yaxud da ki, barmaqla işarə etmək. Qəlbdə düşünürsən ki, Allah'tan sifətlər necədir? Və dilə gətirirsən, çox böyükdür də, çox əzəmətlidir. Və ya ki, barmaqla işarə edirsən, filan formadadır. Aydındır. Bunlar hamısı keyfiyyətə, yəni keyfiyyət verəkdən bizə qadağan olan əməllərdən sayılır. Sonra, وَلِهَذَا لَمَا سُئِلَ Malik rahimehullahi Teala an qavlihi Teala Er-Rahman alel-arş isteva. Bununla İmam Malik rahimehullahdan Allah Subhanahu wa Taala'nın Er-Rahman ərşə istiva etdiyi ayəsi barəsində soruşulur. Çünki dedik, bəzi insanlar onun keyfiyyət çatıb. Ki bilirlər, elm var ki, keyfiyyət soruşmaq olmaz. Və bəzilər var, bilir lakin fitnə istəyir insanlar arasında salsın. Və bu İmam Malik'in yana gələn kimsə də bu kimsələrdir. Bu qəbildən olan insanlardan idi. Bilirdi keyfiyyət vermək olmaz. Və bilir ki Allah Taala'nın leysə kəmitlihi şey və ləm yekun kufuven ahad hal ta'lemu l-sami və elə bilirdi. Lakin insanlar təşviş eləmək istədi. İnsanların başlarını, zihinlərini qarışdırmaq istədi. Gəlib nə deyir? Deyir ki, Er-Rahman alel-arş isteva. Deyir ki, keyfə isteva. Uca arada burada keyfiyyət verdi. Yəni, Er-Rahman ərşə istiva etdi. Necə istiva etdi? Soruşdu İmam Malik'dən. Necə istiva etdi? Aydın, istiva etmək, yüksəlmək, qalxmaq mənanına gəlir. O insanlar artıq məlumat var ki, yüksəlmək, qalxmaq, ucalmaq nədir? Və bu da deyir ki, o özündə olan o həmənki sifətləri xaliqə bənzətmək istədi və keyfiyyət verdi. Bax, İmam Malik nə deyir? Atraqa rahiməhullah bi ra'sihi hatta alahu rahda el-irfi qala. Deyir ki, İmam Malik deyir, bu sualdan sonra deyir, hətta deyir, yəni sıxıntıya düşdü, sıxıldı, tərrədi. Sonra ona dedi, El-istiva'u gayrə məchul. Allah Taala'nın istiva etməsi, yücalması bizə məchul deyil. Bilirik.
Allah Teala ucaldır. Ve keyfiyetu gayri ma'kul. Ve keyfiyeti bize məlum deyil. Ucaldığı ispat edirik. Məchul deyil. Ucalmaq nədir? Məlumdur. Gayri məchul. Vel keyfiyetu gayri ma'kul. Ve keyfiyeti bize məlum deyil. Vel imanu bihi vacib ve sualu anhu bid'ah. Ona iman gətirmək, istivanı ispat etmək vacibdir. Onun barəsində keyfiyyət baxımından sual vermək isə bid'ətdir. Başqa rivayətlərdir ki, sən də bid'ətsən, çıxardın bunu aramızda. وَرُوِ عَنْ شَيْخِهِ رَبِيعَةً أَيْضًا. Və həmçinin onun şeyxindən Rabi'ədən rivayət olunur ki, el-istiva qeyri məchul və el-keyfiyyət qeyri ma'kul. İstiva məlum, keyfiyyə məlum deyil. وَقَدْ مَشَ أَهْلُ الْعِلْمِ بَعْدَهَا مِنْ هَذَيْنِ عَلَى هَذَا الْمِيزَانِ وَإِذَا كَانَ كَيْفَ غَيْرِ مَعْقُولٍ وَلَا يُرَدُّ بِهِ الشَّرْعُ فَقَدْ انْتَفَى عَنْهُ الدَّلِيلَانِ الْعَقْلُ وَالشَّرْعُ فَوَجَبَ الْكَفُّ عَنْهُ. Ki bundan sonradır ki, tadir ki Əhl-i Sünnə vəl Cemaat bu yol üzrə getməyə başladılar. Ki Allah Teala sifətlə isbat edirlər və onlar da bizə məlumdur, lakin keyfiyyət bizə məchuldur. Fəl-hadar və-hadar və-təkif və-muhavalə. Həmi biz təkifdən uzaq olmalıyıq, bənzətmə uzaq olmalıyıq və yaxud da buna biraz muhavalə etməkdən uzaq olmalıyıq ki, hətta biraz deyək ki, az da olsa cürət edərəkdən Allah Teala keyfiyyət verməkdən uzaq olmalıyıq. Aydındır. فَاِنَّكِ اِنْ فَعَلْتَ وَقَعْتَ ف۪ي مَفَازَةٍ لَا تَسْتَدِرْ خَلَاسَ مِنْهَا. Çünkü bu elə bir qapıdır ki, yəni keyfiyyət vermək, bənzətmək vermək, təşbih etmək, təmsil etmək, belə bir qapıdır ki, yəni o girdinsə qayıtmaq olmayan bir qapıdır. Çünki girdinsə, o sənin qəlbinə o etiqad yerləşdirsə, başlayırsan istivanı bənzətməyə, sonra başqa sifətlər bənzətməyə. Bu belədir. Deyərəkdən artıq çıxılmaz bir yola girmiş olursan. Ona görə bu kimi əməllərdən uzaq olmaq bizə vacibdir. Və in əlqahu şeytanu fi qalbikə fa'lam ennehu min nəzəqat. Bir ki, şeytan sən nə vaxtsa vəsvəsə versə bu barədə, bir ki, o şeytanın sən olan bir hilələridir. Sən azdırmaq istəyir. Nə eləməz? Fəlcə ilə Rabbikə fəinnehu muadək vəf'al mə əmərəkə bih fəinnehu tabibukə fəqalallahu Teala. Belə olsa, bir vəsvəsələ qarşı-qarşıya qalsan, çünki kitab oxumsan, o bilsin ki, əlinə əşyari kitabları düşdü, təsirlənə bilərsən, belə bir şey olsa, bil ki, bu şeytandan sən olan bir vəsvəsələrdir, şeytanın hilələrdir, tez Allaha qayıt və Allah Subhanahu wa Taala'nın ayələrini öyrən, çünki Allah Teala sənin həkimindir. Sən də onu xəstəyə Allah Teala sağaldır. Qalallahu Teala və immə yənzəğənnəkə minəşşeytan nəzğun nəzğun fəstə'iz billah. Allah Teala deyir ki, yəni şeytandan sənə bir vəsvəsə gəlsə, dərhal Allaha qayıt. Çünki Allah Teala eşidəndir, görəndir. Aydındır. Bununla bu qayda sona çatdı. Bunu bir müxtəsər edək. Allah Subhanahu wa Taala'da ispat etdiyimiz sifətlərdən iki şeydən çəkinməliyik. Ona bənzətmək, təmsil verməkdən ki, bu belədir və həmçinin keyfiyyət vermək ki, bunun forması belədir. Bunlar hamısı şəriətimiz tərəfindən bizə qadağan olunan əməllər sayılır. Çünki misal çəkmək bildirikdir. Çünki biz Allah Taala'nı misal çəkərəkdən vəsf edə bilmərik. Çünki Allah Taala'nın leysə kəmislihi şey, onun bənzəri yoxdur. Sənin ağlına gələn hər bir sifət, hər bir uca, kamil sifətdən Allah Taala daha üstündür. Aydındır. Həm keyfiyyət vermək barəsində də, çünki Allah Taala bizə o sifətlər barəsində xəbər vermiş, amma onun keyfiyyəti barəsində xəbər verməmişdir. Bu da həminki mövzu olan axırıncı qaydadır. Onu da götürək. El-qaidetü's sabi'a 7-ci qayda, o 6 bu 7. Sıfatullah Teala tevqifiyyə la məcəl ilə aqli fihi. Allah Subhanahu wa Taala'nın ispat etdiyi və Allah Taala'nın adları hamısı dəlilə, vəhyə dayanır. Orada ağlın heç bir yeri yoxdur. Allah Taala'nın sifətləri hamısı vəhyə dayanır. Ya Quranda Allah Taala bildirməlidir ki, filan ad, filan sifət var. Ya da ki, səhih hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm deməlidir ki, Allahdan filan sifət, filan ayət. Bunlar hamısı vəhyə dayanır. Bunlar hamısı vəhyə dayanır. Ağlın isbatında və ya inkarında yeri yoxdur. فَلَا نُثْبِتُ لِلَّهِ تَعَالَ مِنْ صِفَاتِ إِلَّا مَا دَلَّ كِتَابُ وَالسُّنَّةُ عَلَى ثُبُوتِهَا.
Biz Allah Subhanahu Taala'nın Kur'an'da və sünnədə ispat etdiyi sifətlərdən başqa bir sifəti ispat etmək kimi bir həddimiz yoxdur. Buna cürət etmək bizə qadağandır. Qala İmam Əhməd rahimehullah Teala la yusafullahu illa bima vasafa bihi nefsə əv vasafa bihi rasulah la yetecavazul Kur'an vel hadis. Unzur el-qaidetul xamisə fil əsma. Bu ilk dərslərimizdə olan 5-ci qayda qayıtdır ki, orada bunun barəsində danışmışdıq. Deyir ki, İmam Əhməd Allah Subhanahu Taala'nın özü barəsində ispat etdiyi sifətlər və həm biz Allah Taala'da yalnız özündə ispat etdiyi sifətlərlə onu ispat etməliyik və həmçində və ya ki Peyğəmbər sallallahu aleyhi və səlləm onun barəsində vəsf etdiyi sifətləri vəsf etməliyik. Və biz də burada bu sifətləri ispat etməkdə Qurandan, sünnədən ona çıxa bilmərik. Qurandan, sünnədən o yana çıxan dəlil ola, ağlı dəlillə girə bilmərik bu məsələlərdə. Aydındır? Aydındır. وَلِدِلَالَةِ الْكِتَابِ وَالسُّنَّةِ عَلَى ثُبُوتِ الصِّفَاتِ ثَلَاثَةَ أَوْجُهٍ. Qur'anın və sünnənin bizə ispat etdiyi sifətlər 3 qismdir. 3 tərəflidir. Birincisi, ət-tasrihu bis-sifə. O açıq aydın bizə bildirir ki, bu sifətdir. Qur'anın, sünnənin bizə ispat etdiyi sifətlər 3 tərəflidir. Yəni 3 cəhətdən bilinir. Birincisi odur ki, o açıq aydındır ki, o sifətdir. Məsəl üçün, izzət, qüvvət, rəhmət, yaxalamaq, üz, əl, bunlar hamısı açıq aydındır ki, bunlar sifətdir. Aydın, bunlar sifətlərdir. Bunlar da ad deyil də bunlar. Aydındır. Məsələn, qüvvət. Olaqdan Allah bir sifət, və ya da rəhmət, və ya da yaxalamaq, və ya üz, əl, bunlar hamısı nədir? Allah Teala açıq aydın, sarih şəkildə bilinən sifətlərdir. İkincisi, tadammənəl ismu ləhə. Sifət var orada, ad da ona daxildir. Misal üçün, əl-Qafur. Onun da daxil olan əl-Məğfirə. Allah Teala Qafurdur, bağışlayandır və bağışlayandır. Aydındır. Əl-Qafura, əl-Məğfirə daxil olubdur. Ad da var, sifət də var. Birincisi neydir? Ancaq sifət olmalıdır. Və ya birinci sifətdir. İkincisi addır, ondan sifətlər ortaya çıxır. Məsələn, Allah da əs-səmi', eşitmək. Allah da eşidəndir. Eşitmək sifət adı var və Allah da eşidəndir, səmi'dir. Aydındır. Bu və buna bənzər başqa adlar. Üçüncü, sarihu bi fi'lin əv vasfin dəlun aleyhə. Və yaxud da ki, açıq ayda vəsfdir və yaxud da ki, fe'li sifətdir. Məsələn, Allah Teala'nın istiva etməsi. Həm vəsfdir ucalmaq və həm də ki, Allah Teala'nın fe'li sifətlərindən əl-istiva. Aləl-arş, ərşə istiva etməsi. Və nuzul əs-səmə-iddün və yaxud da ki, göy səması nazil olması. Vəl-məci, Allah Teala'nın gəlməsi, yəni qiyamət günündə qullar arasında olan işləri, hökmləri həll etmək üçün, bəyan etmək üçün Allah Teala və həll etmək üçün Allah Subhanahu Taala'nın gəlmə sifəti. Aydındır. Və həmçinin əl-intiqam minəl mücrimin. Allah Teala'nın günahkarlardan intiqam olması. Qavluhu Teala er-Rahmanu alel arş istava. Və həmçinin bu ayə onun dəlildir ki, açıq aydın fe'li sifətdən olmasına. Rahman olan Allah ərşə istiva etdi. Və qala Nəbi sallallahu aleyhi və səlləm yenzid Rabbuna kullə leyletin iləs-səmâid dünya. Hər gün bizim Rəbbimiz göy səmasına nazil olur. Bu nuzul sifəti. Və həmçinin başqa ayədə və cəə rabbuka vel mələku saffan saffa. Aydındır. İnnə minəl mucriminə muntaqimun. Bizlər günahkarlardan intiqam alacaq. Deyə burada Allah Subhanahu taala bildirdi. Bununla da dərsimiz sona çatdı. Allah Subhanahu taala bizləri eşitib faydalanardan etsin. Allah da bu qaydaları bizə öyrənməyə müvəffəq etsin. Gələn dərsimizdə inşallah qavaidu fi dilalati əsma və sifət. Adların və sifətlərin həqiqətinə varacaq, dəlalət edəcək dəlillər barəsindədir. Yəni bir mövzumuzca başqadır. Allah təala bizə eşitib faydalanardan etsin. Sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.